Biz Allahı ünvan həddində tanısaq yaxşıdır, çox yaxşıdır. Amma insanı doydurmur. Ən kamil tanımaq nədir? Onu şəxsi tanıyasan. İndi sual budur ki, biz Allahı şəxsi tanıya bilərik. Allah ki, maddi deyil, materiya deyil. Görək Allahı şəxsi tanımaq olar ya yox. İnsanda ehtiyat var, ehtiyat. Ki, mən hardan gəlmişəm? Yəni, həqiqətdə Allahı tanımaq istəyir. Mən kiməm? Yəni, həqiqətdə Allahı tanımaq istəyir. Həqiqətdə özün tanımaq, Allahı tanımaq istəyir. Baxın, mən kiməm? Yəni, Allahı tanımaq istəyir. Yəni, məni kim yarattı? Məni kim yarattı? Məni kim bu formaya saldı? Əsən o məndən nəyi istəyir? Bax, mən özümü tanımaq, yəni mən kiməm? Yəni, o məndən nəyi istəyir? Və bundan sonra, və ən dəhşətlisi budur, mən hara gedirəm? Yəni, mən bundan sonraki yeməyim nədir? Yəni, Allahı tanımaq istəyirəm. Sadəcə biz dedik ki, ehtiyac məsələsi mərhələ-mərhələ təmin olur. Birinci mərhələsi budur ki, insan bilgi həddində. Bəli, mən Allahdanam, Allah məni yaradıb və Allaha da qayıdacam. Bu bir həddə. Sonra Allah kimdir? Başlayıram Allahı ünvanlar ilə tanımağa. Yavaş-yavaş ehtiyacım təmin olur. Yavaş-yavaş. Amma haçan mənim ehtiyacım dərindən təmin ola bilər? Haçan mənim ehtiyacım dərindən təmin ola bilər? O vaxtdır ki, mən o Allah ki deyiləm məni yaradıb, mən ona qovuşa bilim. Yəni ki, onu şəxsi tanıyım. Şəxsi tanımaq, yəni necə yemək yeyirsən o cür. Aydındır?